Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz Azərbaycan nəqliyyatı haqqında olacaq. Azərbaycan nəqliyyatı, ümumiyyətlə Azərbaycanda ölkə ərazisində nəqliyyatın bütün növləri demək olar ki, inkişaf edib. Avtomobil, dəmir yol, hava, boru kəmər nəqliyyatı, dəniz nəqliyyatı hamısı inkişaf edib. 2022-ci ildə Azərbaycanda ümumdaxili məhsulun həcmində 6,9% nəqliyyat sahəsində əldə edilən gəlirlər hesabına formalaşmışdı. Yəni nəqliyyat sahəsi getdikcə inkişaf edir. Azərbaycanda ilk nəqliyyat növü ilk ən böyük yenilik nəqliyyatda Konko yolunun istismarı olmuşdu ki, 1892-ci ildə Bakı şəhərində Konko yolu istifadəyə verilmişdi. Konko ata qoşulan qoşqu idi ki, bundan nəqliyyat kimi istifadə edirdilər. Qısa müddət ərzində ölkə ərazisində inkişaf eləməyə başlamışdı. Gəldi Azərbaycanda avtomobil yolu nəqliyyatı. Avtomobil yolu nəqliyyatı qapıdan qapıya yüklərin və sərnişinlərin daşınmasına görə önəmlidir. Azərbaycanda avtomobil yollarının ümumi uzunluğu artıq Qarabağ işğaldan azad olduqdan sonra ümumi uzunluğu 59.141 kilometrdir ki, avtomobil yollarını birləşdirən körpülərin sayı da 1478 körpüdür. Əsas magistral avtomobil yollarımız Bakı-Qazax, Bakı-Quba və Bakı-Astaradır. Ən uzun Bakı-Qazaxdır 503 kilometr. Daha sonra Bakı-Astara 312 kilometr və Bakı-Quba avtomobil magistral yollardır ki, 208 kilometr uzunluğa malikdir. Bunların keçdiyi inzibati rayonlar və iqtisadi rayonların növbəti xəritədə baxaq, daha ətraflı. Hansı magistral yollarımız, hansı rayonların ərazisindən keçir? Bu Bakı-Quba avtomobil yolumuzdur. 208 kilometr uzunluğa malikdir. Baxaq görək bunlar hardan keçir? Bakı, Abşeron, Xızı, Siyəzə, Şabra, Xaçmaz rayonlarının ərazisindən keçir. Yəni, iqtisadi rayon olaraq desək, Bakı iqtisadi rayonu, Abşeron, Xızı iqtisadi rayonu və Quba, Xaçmaz iqtisadi rayonu. 3 iqtisadi rayonun ərazisindən keçir. Bu Bakı-Quba avtomobil yolumuz, magistral yolumuz. İkinci magistral yol, ən uzun magistral yolumuz 503 kilometr Bakı-Qazax marşrutu idi, avtomagistral idi. Baxaq görək hansı rayonlardan keçir. Bakı, Bakıdan gəldi Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Mingəçevir, Goranboy, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax inzibati rayonlarından keçir. Bəs hansı iqtisadi rayonlardan keçir? Bakı iqtisadi rayonu, Bakı rayonu, daha sonra Abşeron Xızıdan keçir. Abşeron Xızı iqtisadi rayonundan keçmir. Şirvan Salyan iqtisadi rayonundan Hacıqabul rayonu, Mərkəzi Aran iqtisadi rayonundan Kürdəmir, Ucar, Ağdaş, Yevlax rayonları. Daha sonra Gəncə Daşkəsən iqtisadi rayonundan Goranboy, Göygöl, Qazax Tovuz iqtisadi rayonundan Şəmkir, Qazax Tovuz iqtisadi rayonundan Qazax, Ağstafa, Tovuz rayonlarından keçir. Neçə iqtisadi rayon oldu? 1 Bakı, 2 Şirvan Salyan, 3 Mərkəzi Aran, 4 Gəncə Daşkəsən, 5 Qazax Tovuz. Deməli 5 iqtisadi rayondan keçir. Qazax Tovuz iqtisadi rayonumuz. Qazax Tovuz, daha doğrusu Bakı Qazax magistralımız. Bakı-Quba magistralımız isə 3 iqtisadi rayondan keçdi. Və gəldik Bakı-Astara iqtisadi, Bakı-Astara avtomagistralımıza. Bakı rayonundan keçir, daha sonra Bakıdan gəlir Salyandan keçir. Salyandan, bircə saniyə bu xəritəni buradan təmizləyək. Bir də qeyd eləyək, bura 3 iqtisadi rayon oldu. Digəri 5 iqtisadi rayon oldu. İndi Bakı-Astara avtomobil yoluna baxacağıq. Bakı-Astara avtomobil yolu gəlir Bakı şəhəri, Salyan rayonu, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarının ərazisindən keçir. Bakı, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara inzibati rayonlarından keçir. Bəs hansı iqtisadi rayonlardan keçir? Bakı iqtisadi rayonu, Şirvan Salyan iqtisadi rayonu, Mil Muğamman Biləsuvar iqtisadi rayonu və Lənkəran Astara iqtisadi rayonu. Yəni Bakı-Astara magistral yolu 4 iqtisadi rayondan keçir. 3 əsas magistral yolumuzu təhlil elədik. Daha sonra Bakıdan Culfaya gedən yolumuz var ki, Arazboy iqtisadi rayonlardan keçir. Bakı,
Daha sonra gəlir Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan. Burada Ermənistanın işğal altında olduğuna görə bura hal-hazırda fəaliyyət göstərmir. Ordu, Cufa, Babək, Naxçıvan şəhəri, Kəngərli, Şərur, Sədrək rayonlarına keçir. Daha sonra Zəfər yolu var ki, 2020-ci Qarabağ müharibəsindən sonra bu yol açılışı olmuşdu. Füzulinin Əhmədbəyli stansiyasından, qəsəbəsindən başlayır. Füzuli rayonu, Xocavənd rayonu, Xocalı rayonu və Şuşa rayonlarından keçir. 4 rayondan keçir. Müharibədən sonra açılışı olan yolumuzdur. Uzunluğu da 101 kilometrdir. Burada ayrıca Zəfər yolu haqqında məlumatımız var. Füzuli Şuşa avtomobil yoludur. 4 rayondan keçdi. Füzuli, Şuşa, Xocavənd və Xocalı rayonlarından uzunluğu 101 kilometr oldu. Füzulinin Əhmədbəyli stansiyasından başladı, qəsəbəsindən başladı və Şuşadakı İsa bulağına qədər uzandı. 7 noyabr 2021-ci ildə isə açılış olmuşdu İlham Əliyev tərəfindən. Daha sonra Azərbaycanda ilk avtomobil yollarımız Bakı, Şamaxı, Kürdəbir, Quba, Dəvətçi, Qızılburun, Lənkəran, Pirişib, Qaramallıq, Orduba, Culfa kimi yerli əhəmiyyətli yollarımız olmuşdu. İlk avtomobil yollarımız. Daha sonra gəldik dəmir yol nəqliyyatına. Dəmir yol nəqliyyatına görə məlumat versək, Azərbaycanda ilk dəmir yolu 1878-ci ildə Bakı, Sabunçu, Suraxan, Balaxan arasında olan dəmir yol xətti olmuşdu. Bu yol neft məhsullarını və neftdə işləyən işçiləri daşımaq məqsədilə tikilmişdi. Daha sonra 1883-cü ildə Bakı-Tbilisi dəmir yol xətti istismara verib 550 kilometr uzunluğa malik idi. 1900-cü ildə Bakı-Dərbənd dəmir yol xətti Rusiya nefti daşımaq məqsədi ilə 231 kilometr uzunluğunda, 1941-ci ildə Ələt-Cufa dəmir yol xətti uzunluğu 449 kilometr olan istifadəyə verilmişdi. 2021-ci ildə yeni çəkilən dəmir yol xətlərdən Ağdaş-Qəbələ dəmir yol xətti var. Bundan başqa Kəlbəcər, Goranboy rayonları arasında dəmir yol xətləri istismara verilir, tikilir. Daha sonra o dövrdə Qışçı, Daşkəsən rayonunun Qışçı kəndindən Samxun Alabaşlı kəndinə dəmir filizini daşımaq məqsədi ilə e, dəmir yol xətti çəkilmişdi. Padar Çöygöylər dəmir yol xətti iki iqtisadi rayonu birləşdirir. Padar Hacıqabul, yəni Şirvan Salyan iqtisadi rayonu ilə Çöygöylər Şamaxı, yəni Dağlıq Şirvan iqtisadi rayonu arasında çəkilmişdi. Əsasən şərəf məhsullarının daşınması məqsədi iləndir. Daha sonra Bakı deməli, Bakı yolundan bir sıra dəmir yol xətləri də çəkilmişdi, istismara verilmişdi. Hansılar idi? Bunlar deməli Yevlax Xankəndi 105 kilometr uzunluğu, Yevlax Balakən 165 kilometr uzunluğu, sonra Yevlax Mingəçevir 19 kilometr uzunluğunda, Salyan Neftçala 35 kilometr uzunluğunda dəmir yol xətləri istifadəyə verilmişdi, ayrılmışdı. Bakı Tbilisi dəmir yol xəttindən ayrılan qollar idi bunlar. Daha sonra burada burada onların uzunluqlarını da vermişik. Deməli, Yevlax Balakən 162 kilometr, Osmanlı Astara stansiyası Sabirabadda Osmanlı stansiyasından çəkilmişdi 125 kilometr uzunluğunda, Yevlax Xankəndi Bakı Tbilisidən çəkilmişdi 105 kilometr uzunluğunda, Yevlax Mingəçevir 19 kilometr və Salyan Neftçala 35 kilometr uzunluğunda dəmir yol xətləri çəkilmişdi. Bakı Tbilisi Qars dəmir yol xəttimiz Pekindən Londona kimi uzanan dəmir ipək yolunun bir hissəsi hesab olunur. Uzunluğu 850 kilometrdir. 2017-ci ildə açılışı olmuşdu. Bu xətt Mərkəzi Asiyanın türk dövlətlərinin, həmçinin qərb ölkələrinə çıxışına imkan yaradır. Bakı Tbilisi Qars dəmir yol xətti. Daha sonra bundan başqa hansı dəmir yol xətlərimiz var? Burada Ələt-Cufa dəmir yol xəttindən ayrılan İmamverdili Ağcabədi, Beyləqan İmamverdili qəsəbəsindən Ağcabədiyə dəmir yol xətti var. Daha sonra buranın dediyi Salyan Neftçala dəmir yol xətti 35 kilometr uzunluğunda, Padar Çöygöylər dəmir yol xətti Hacıqabulla Şamaxı arasında, Dağlıq Şirvan arasında. Daha sonra burada Quşçu Alabaşlı var. Quşçu Daşkəsəndə, Alabaşlı Samux rayonunda bu dəmir filizin daşınması məqsədlə çəkilmişdi. Sonra Zəngilanda Mincivan Qafan dəmir yol xətti var, ayrılmışdı ki, bu dəmir yol xətlərini də göstərə bilərik. Daha sonra bunlar hansı iqtisadi rayonlardan keçir, yenə baxa bilərik. Eyni ilə Bakı Rusiyaya gedən dəmir yol xətlərimiz 3 iqtisadi rayondan keçir.
Bakıdan Gürcüstana gedən Bakı-Tbilisi Qars dəmir yol xəttimiz Beşik Sadi rayonundan keçir. E, Daha sonra Astaraya gedənlər isə 4 İqtisadi rayonundan keçir. E, Və Ələt-Sufa dəmir yol xəttimiz isə Bakı, daha sonra Şirvan Salyan, Milmuğan, Qarabağ İqtisadi rayonu, Şərqi Zəngəzur İqtisadi rayonu və Naxçıvan İqtisadi rayonlarından keçir. Daha sonra gəldik növbəti boru kəmər nəqliyyatına. Neftin boru kəməri vasitəsilə daşınması fikrini ilk dəfə Rockefeller və Mendeleyev qardaşları 1863-cü ildə təklif etmişdilər. Nobel və Rothschild qardaşları. Royal Dutch Shell şirkəti təcrübədə həyata keçirmişdi ilk dəfə bunu. Hansı neft kəmərlərimiz var, qaz kəmərlərimiz var. Bakı Novorosiyski neft kəmərimiz Bakıdan, Səgəçal terminalından, Qaradəniz sahilində Rusiya Novorosiysk limanına neft daşıyır. Bakı Supsa neft kəməri Azərbaycandan keçərək Gürcüstanda, Qaradənizdə Poti limanında neft daşıyır, Supsa limanında və Bakı Tbilisi Erzurum, Tbilisi Ceyhan neft kəmərimiz var ki, Türkiyə Ceyhan limanına neft daşıyır. Bakı Tbilisi Erzurum qaz kəməri var ki, Gürcüstandan keçərək Türkiyədə Erzurum ərazisinə qazı daşıyan xəttlərimizdir. Bunlar haqqında da ayrı-ayrılıqda məlumat burada baxaq məlumat bloklarında. Bakı Subsa neft boru kəməri uzunluğu 837 kilometrdir. 837 kilometrdir. Abşeron, Mərkəzi Aral, Gəncə Daşkəsən və Qazax Tovuz iqtisadi rayonlarına keçir. Bu çöldə iqtisadi rayon adı ilə yazıb burada. Qaradeniz sahili Subsa terminalına, yəni Poti şəhəri yaxındakı Subsa terminalına daşıyır. Bakı Novorosiysk neft kəmərimiz dedik Rusiya daşıyır. Uzunluğu 1330 kilometrdir. Bakı, Abşeron və Quba Xaçmaz iqtisadi rayonlarından keçdi. Novorosiysk limanı Qaradeniz sahilində yerləşdi. Bakı Tbilisi Ceyhan 2006-cı ilin sonunda istifadəyə verildi. Neft kəmərimizdir. Türkiyədə Aralıq dənizine qədər nefti daşıyır. Uzunluğu 1767 kilometrdir. Ən çox hissəsi, kəmərin ən uzun hissəsi Türkiyə düşür. 1076 kilometr, Azərbaycana 443 kilometr, Gürcüstana isə ən az hissəsi 248 kilometr hissəsi düşür. Bakı Tbilisi Erzurum isə qaz boru kəməri idi. 2006-cı ildən istifadəyə verilib. Uzunluğu 971 kilometrdir. O illərcə 20 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malikdir. 2007-ci ildə ondan TAP layihəsində ayrılır. Yəni Yunanistanda və Yunanistan, Albaniya və İtaliyada qazın daşınmasını həyata keçirən layihədir. Daha sonra Azərbaycanın dəniz nəqliyyatına gəlsək, boru kəmər nəqliyyatından sonra dəniz nəqliyyatına gəlsək, dəniz nəqliyyatında Xəzər sahili ölkələrlə əlaqə yaradır. Ən uzun dəniz limanı Bakı Həştərxan limanıdır ki, Rusiya ilədir, 863 kilometr. Daha sonra Qazaxıstanla Bakı Akta limanı 470 kilometr. İran Əncəli limanı, Bakı Əncəli limanı 324 kilometr. Türkiyədə Bakı Türkmənbaşı limanı 305 kilometr və Bakı Beyikdaş limanı 302 kilometr uzunluğuna malik olan dəniz limanlarımızdır. Bakı Dəniz Ticarət Limanı Bakıda Xəzər dənizində ən böyük limandır. 1902-ci ildə istifadəyə verilib. Zığ və Şıx burunları arasında 11,12 kilometr uzunluğunda olan təbii Bakı buxtasında yerləşir bu limanımız. Böyük əhəmiyyəti malikdir və burada da hazırda Ələt Azad İqtisadi Zonası yaradılır Ələtdə. Daha sonra Azərbaycanın dəniz nəqliyyatında dünya okeana çıxmaq üçün iki istiqamətdə dünya okeana çıxa bilər. Üç okeana da çıxış əldə edə bilirik. Şimal Buzlu, Atlantik və Hind okeanlarla. Deməli, birinci çıxışımız Xəzər dənizində Volqa çayı, Volqa çayı, Volqa Baltik kanalı, Volqa çayı, Volqa Don kanalı, daha sonra burada Hind okeanına çıxanda bircə saniyə üzrlü sayın qarışdı bu hissə. Volqa çayı, Xəzər dənizinin şimalından Volqa çayı, Volqa çayından Volqa Don kanalı vasitəsilə Don çayına çıxır. Don çayından Azov dənizi, Azov dənizindən Keç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi, Aralıq dənizi, oradan Cəbəl Tarıq boğazı ilə Atlantik okeanına çıxır. Əgər əks bu Süveyş kanalına tərəf gəlsəysə, Süveyş kanalından Qırmızı dənizə, Qırmızı dənizdən isə Bab-el-Məndəb boğazı və Hind okeanına çıxış əldə eləyər. İkinci istiqamətimiz isə Şimal Buzlu okeana çıxışımızdır. Şimal Buzlu okeana çıxarkən Volqa çayı vasitəsilə gəlib Ribis su anbarına, Ladoqa gölünə,
Volqa-Baltik kanalı, e, deməli, Onega gölü, Onega gölündən Olega gölündən Neva çayı vasitəsilə Ladoqa gölünə, Ladoqa gölündən Sivir çayı vasitəsilə Fil körfəzinə, buradan Atlantik okeana çıxış əldə edir. Amma Olega gölündən Belomor kanalı vasitəsilə Ağdənizə çıxış əldə edərsə, oradan da Şimal Buzlu okeana çıxış əldə edir. Burada da dediyimiz istiqamətlər var. Volqa çayı, Volqa-Don kanalı, Don çayı, Azov, Kerç, Azov dənizi, Kerç boğazı, Qaradəniz, Bosfor boğazı, Mərmər dənizi, Dardənəz boğazı, Egey dənizi, Aralıq dənizi, Cəbəl Tarıq vasitəsilə Boğaz və Atlantik okeanı, Süveyş kanalı vasitəsi Qırmızı dəniz, Bab-el-Məndəb boğazı, Hind okeanına çıxış əldə edir. İkinci istiqamətimiz isə şimala olan istiqamətimiz idi. Volqa çayı, Ribik su anbarı. İkinci istiqamət isə burada göstərdiyimiz kimi həm Şimal Buzlu okeana, həm də Atlantik okeana çıxış əldə eləyir. Daha sonra növbəti slayda keçək. Azərbaycanda hava nəqliyyatının inkişafı. Hava nəqliyyatı ən gənc və dinamik nəqliyyat növüdür. Əsasən sərnişin daşınmasında istifadə olunur və tez xarab olan yüklərin daşınmasında istifadə olunur. Ən böyük hava limanımız Heydər Əliyev adına olan Beynəlxalq Hava Limanıdır. Bakıda yerləşir. Azərbaycanda bundan başqa hansı rayonlarımızda hava limanları fəaliyyət göstərir? Qəbələdə, Zaqatalada, Yevlaxda, Gəncədə, Xocalı, Laçın, Zəngilan, Füzuli, Lənkəran və Naxçıvanda hava limanlarımız fəaliyyət göstərir. Bakıda, Zabratda da kiçik hava limanımız var. Bu Laçın və Laçın rayonunda olan hava limanının isə tikintisi hal-hazırda davam etdirilir. Qarabağ azad olunandan sonra tikləndi. Daha sonra Azərbaycanın nəqliyyatında yük daşıma və sərnişin daşımaların payına baxsaq, yük daşımaya görə birinci yeri avtomobil nəqliyyatı tutur, ikinci yeri boru kəmər nəqliyyatı tutur, üçüncü yeri isə dəmir yol nəqliyyatı tutur. Sərnişin daşımasında isə birinci yeri avtomobil nəqliyyatı tutur. Sərnişin daşımalarına görə. İkinci yer isə digər nəqliyyat növləri. Deməli, Azərbaycanda avtomobil yollarının sıxlığını hesablayarkən, avtomobil yollarının uzunluğu bu köhnə statistika ilə də 16346 kilometr. Ölkənin ümumi sahəsində 86,16 bin kvadrat kilometr olduğuna görə bir-birlərinə bölürük. Hər kvadrat kilometrə %19 kvadrat kilometr uzunluğa avtomobil yollarının sıxlığı düşür. Daha sonra dəmir yolların sıxlığını tapanda da dəmir yolların ümumi uzunluğunu ərazinin sahəsinə bölürük. Bu şəkildə tapılır. Daha sonra növbəti məsələmizə baxsaq, bu məsələdə də deməli Xırdalan şəhərlə Bakı arasındakı məsafə 12 kilometr. Bu şəhərlər arasında illik daşınan yüklərin həcmi isə 3 milyon ton olduğunu bilərək yük daşımaların sıxlığı müəyyən edin deyir. Bu yük daşımalar hər iki şəhər arasında qarşılıqlı şəkildə aparıldığına görə məsafəni ikiyə vurmalıyıq. 12-ni ikiyə vururuq 24 kilometr edir. Yükün ümumi həcmi də 3 milyon tondur. Yük daşımanın sıxlığını tapanda yükü ümumi yola bölürük və nəticədə 125 min ton almış olarıq. Bu şəkildə də bu məsələmizi həll elədik. Daha sonra dəmir yolları sıxlığı ilə bağlı yenə bir məsələmiz var. Dedik, o dəmir yolların uzunluğunu ölkə sahəsində bölməliyik. Baxaq, ölkədə dəmir yolların ümumi uzunluğu 20 bin kilometr, orta sıxlıq isə 400 bin kvadrat kilometrdir. Ölkədə əhalinin orta sıxlığı isə 100 nəfərdir. Ölkə əhalisi sayını hesablayın. Burada 20 bin kilometrə 4 burada 400 kilometr olduğundan 20 bin kilometri də metrə çevirməliyik. Buradan da 20 milyon alırıq. 20 milyonu da, yəni ümumi uzunluğu sıxlığa bölsək, ərazinin sahəsində olaraq ki, ərazinin sahəsi 50 bin kvadrat kilometrdir. Əhalinin sayını tapanda da orta sıxlığı sahəyə vursaq, eləyər əhali sayı 5 milyon nəfər. Bu şəkli bir də düstur yazım. Dəmir yollarının sıxlığını tapanda uzunluğu bölürdük sahəyə, ölkənin sahəsinə. Bizdə də ölkənin sahəsi yoxdur. Uzunluq verib 20 kilometrdə metrə çevirdik. Çünki digərinin vahidi metrlərdir. Bu isə 400 idi. Buradan sahəni tapanda bölməliyik. Buradan sahəni aldıq ki 50 bindir. Daha sonra isə əhalinin sıxlığı düsturu isə əhalinin sıxlığı düsturunda əhalinin sayı bölürdüyü ölkənin sahəsinə. Bizdə də burada yenə əhalinin sıxlığı verib ki 100 nəfərdir. Ölkənin sahəsini tapmışdıq 50 bindən, 50 bin kvadrat kilometr. Sıxlıq sahə tapanda isə artıq əhalinin sayı bir-birinə çapaz şəkildə vurmalıyıq. 100-ü də 50 binə vuranda eləyir 5 milyon nəfər əhali. Bu da belə bir məsələmizin həlli oldu.